Azərbaycan çempionatında bəlkə də çempionluğun taleyini həll edə biləcək bir maç. Bir tərəfdə Newcastle-la ardıcıl 2 oyunda tükənmiş Qarabağ, digər tərəfdə isə çempionata dominasiya edən Sabah. Bizə görə bu duelin taleyi Qarabağın sağ, Sabahın isə sol cinahında həll olunacaq. Niyə? Bildiyimiz kimi əgər Qarabağ hər iki cinahdan yüklənmələrlə hücum edib qol epizodları yaratsa da, Sabahda bu bir qədər balanslıdır. Sabahda bu daha çox sol cinahdan gəlir və sol cinahda əslində Sabah hardasa qızıl üçlük yaradır. Burada Puxaçı, Maludanı və Simiçi nəzərə alsaq, Simiç özü profil olaraq həm 10 nömrə oynaya bilir, həm sağ cinah winger oynaya bilir, həm ikinci hücumçu oynaya bilir, həm mərkəz hücumçusu oynaya bilir, amma tez-tez sola yıxılaraq komanda yoldaşlarına kömək edir və həmin cinahda Sabah sözünün həqiqi mənasında xarüqələr yaradır. Puxaçın da bir neçə metodu var ki, rəqibin müdafiəsini yarsın. Gördüyümüz kimi Puxaç ideal olaraq asma edir. Sabahın hücumçularının boyu o qədər də hündür olmadığından əsas stavka ondan ibarətdir ki, topa qaça-qaça gəlib oyunçu topu alsın və ondan sonra artıq işlənmiş mexanizmlərlə rəqibi cəzalandırsın. Lakin bunun fəsadları da ondan ibarətdir ki, Puxaç daima öz cinahına geri qayıtmağa macal tapmır və rəqiblər bunu zaman-zaman cəzalandırmağa çalışıblar. Çempionatın son 2 turunda Qəbələ ilə epizodda baxın bu və ya Kəpəz epizodda isə bu məhz bu elementdən qaynaqlanır. Başqa bir maraqlı anomaliya isə X-çilərlə bağlıdır. Belə ki, son 2 maçda cəmi 1-0 hesabı ilə qələbə qazanan Sabah bu minimal hesablı qələbələrə baxmayaraq X-çi baxımından kifayət qədər rəqib qapısında epizod yaradıb, sadəcə olaraq öz epizodlarını dəyərləndirə bilməyib. Lakin narahat edici və maraqlı məqam məhz Qarabağla bağlıdır. Qarabağ qış fasiləsindən sonra Azərbaycan çempionatı keçirdiyi 4 oyunun heç birində birin üstünə çıxa biləcək bir X-çi yarada bilməyib ki, bu da Qarabağ səviyyəsində bir komanda üçün çox böyük bir anomaliyadır. Bu görüşün detallı analizi YouTube kanalımızdadır. Mənə isə sizin fikriniz maraqlıdır. Yorğun Qarabağ ondan çempionluğu almağa gələn Sabahın öhdəsindən gələ biləcəkmi?